Epstein hadisəsindən sonra dedim ki, biraz sakitçilik olsun. Dedim bu qədər qaranlıq mövzu yetər. Biraz nəfəs alaq, biraz normal şeylərdən danışaq, amma sonra başa düşdüm ki, bu dünyada sakitçiliyə yer yoxdur. Və bu gün Azərbaycanda baş verən bir hadisə var. Bakıda İdrah liseyində bir şagird müəlliməsinə silahla hücum edib. Bu artıq sadəcə məktəbdə dava deyil, bu artıq başqa səviyyədir. Və hadisənin üstündən çox keçmədi ki, sosial şəbəkələrdə başqa bir şey ortaya çıxdı. Deyilənə görə həmin şagirdin TikTok reporslarında Vladislav Rosliakovla bağlı paylaşımlar var. Deməli, məsələ belədir. Bakıda İdrah liseyində bir şagird silahla müəlliməyə hücum edib. Mən burada detalların hamısını qırmızı xətt kimi görürəm, çünki məsələ çox həssasdır. Amma əsas olan budur ki, bu sadəcə əsəb partlaması deyil. Bu hadisənin arxasında görünən bir psixologiya var. Və ən maraqlısı da budur ki, hadisədən sonra sosial şəbəkələrdə yayılan paylaşımlara baxanda bəzi səhifələr yazır ki, həmin uşağın TikTok repostları qəribədir və repostların çoxu Rosliakovla bağlıdır. Yəni insan durub təsadüfən qatilə, məktəb qırığını törədən adama repost etməz. Bu artıq dark internet düşüncə tərzidir. İndi gələk Roslyakov məsələsinə. Roslyakov kimdir? 2018-ci ildə Kerçdə, Krım tərəflərdə bir kollecdə silahla hücum etmişdi. O hadisədə çox insan öldürülmüşdü və bu hadisə bütün dünyayı şoka salmışdı. İndi normal insan belə bir şeyi oxuyanda və ya izləyəndə dəhşətə gəlir. Amma problem buradadır ki, internetdə bir qrup insan var ki, belə adamları ideal kimi görür. Yəni bunu qəhrəman kimi görürlər. İndi mən burada biraz şəxsi fikrimi demək istəyirəm. Məncə bu uşaqların çoxu pis doğulmur. Bu uşaqların içində bir şey qırılır. Bir yerdə alçadılır, bir yerdə sıxılır, bir yerdə təhqir olunur. Sonra nə olur? Bu uşaq real həyatda özünü gücsüz hiss edir. İnternetə girir və internet ona deyir ki, əgər sən gücsüzsənsə, güclü olmaq üçün bir yol var. Hamıya qorxunu yaşat. Bu uşaqların beynində qisas fikri kimi formalaşır. İndi gələk Telegram məsələsinə. Telegram çox rahat tətbiqdir, amma eyni zamanda internetin ən qaranlıq yeridir. Çünki orada qapalı qruplar, zorakılıq videoları, qətl videoları, radikal fikirlər var. Orada adamın beynini həqiqətən yuyurlar və ən təhlükəli şey budur ki, sən tək olanda belə düşünmürsən. Amma sənə 100 nəfər yazanda ki, düz eləyirsən, qəhrəmansan, sən də eləyə bilərsən, sən hamıya dərs ver, intiqamını al, uşaq özünü missiya sahibi sanır. Əslində isə o sadəcə psixoloji olaraq batıb. Bizim məktəblərdə çox vaxt psixoloji problemlər ciddiyə alınmır. Bunu çox adam bilir. Uşaq depressiyadadır, əşi ərköyündür. Uşaq sakitdir, əşi utancaqdır da. Uşaq aqressivdir, bizim uşaq dəli uşaqdır. Yəni hamı sadəcə gülüb keçir. Amma bir gün elə olur ki, o uşaq partlayır və partlayanda artıq gec olur. Çünki insanın beynində qaranlıq fikir bir dəfə oturdusa, o fikir yavaş-yavaş böyüyür. Ən qorxulu şey də budur ki, internet bu dünyada qatilə heyran olmağı trendə çevirib. Yəni sənə elə gəlir ki, qatil olmaq cool şeydir. Amma yox, bu adamlar cool deyil, bu adamlar xəstədir və onların fanatları da xəstə düşüncənin içindədir. Bir adam insan öldürürsə, sən ona heyran ola bilməzsən. Bu artıq insanlığın bitməsi deməkdir. Mən bu mövzunu niyə çəkirəm? Çünki bu hadisə bir məktəbdə bir uşaq məsələsi deyil. Bu, sabah başqa məktəbdə də ola bilər. Başqa bir uşaq bu uşaqdan ilhamlana da bilər. Bugün bu hadisə baş veribsə, deməli artıq sistemdə çat var və bu çat böyüyür və başa düşməliyik ki, uşaqların telefonu sadəcə telefon deyil. Onların beyni orada formalaşır. TikTok, Telegram, Instagram bunlar uşaq üçün məktəbdir artıq və əgər uşaq o məktəbdə nifrət oxuyursa, nəticəsi belə olur.